Ramazan ayında çoxlu Quran xətm etmək. Ramazan ayının ən mühüm xüsusiyyəti Qədr gecəsində Peyğəmbər Əkrəm sallallahu aleyhi və səlləmin mübarək qəlbinə Quran-ı Kərimin nazil olmasıdır. Bu səbəbdən Ramazan ayının Quranla sıx əlaqəsi var və gərəkdir ki, bu ilahi nemətə xüsusi diqqət yetirilsin. Buna əsasən hər bir müsəlman Ramazanda oruç tutmaqla yanaşı Quranla da üns yaratmalıdır. Çünki Quran həm hidayətdir, həm doğruyu bəyan edir və həm də haqqı batildən ayırır. Ona görə də bu ayda ən mühüm məsələlərdən biri Ramazan ayının başlaması ilə çoxlu Quran oxumaqdır. İmam Sadiq əleyhissalamdan sual olunur, insanın Quranı bitirməsi nə qədər vaxt tələb edir? Həzrət buyurur, 6 gün və daha çox. Bəs Ramazan ayında Quranı neçə müddətdə bitirməliyik deyə soruşulduqda Həzrət 3 gün və daha çox deyə cavablandırır. Bu da Ramazanda Quran-ı Kərimin tilavət olunmasının nə qədər əhəmiyyətli olduğunun göstəricisidir. Allah ibadətlərinizi qəbul etsin.